Salam, mən 6B şagirdi Arif Muxtarlı şəhərsalmaya aid kiçik bir video hazırlamışam. Gəlin baxaq. Şəhərsalma nədir? Şəhərsalma şəhərlərin planlaşdırılması, dizayn edilməsi və inkişaf etdirilməsi elmdir. Məqsəd insanların rahat, təhlükəsiz və ekoloji cəhətdən sağlam yaşamasını təmin etməkdir. Şəhərsalmanın tarixi. Qədim dövr Mesopotamiya, Misir və Roma şəhərləri, düzgün küçə planı, su kəmər sistemi. Orta əsrlər. Avropada qalanlar ətrafında formalaşan şəhərlər. 19-cu əsr. Sənaye inqilabı ilə şəhərlər sürətlə böyüdü. Çirklənmə başladı. 20-ci əsr. Müasir şəhərsalma elmi formalaşdı. Parklar, magistrallar, yaşayış rayonları. Dünya məşhur şəhərsalma nümunələri. Braziliya, sıfırdan tikilmiş paytaxt, uçanquş formasında plan. Singapur, ən yaxşı planlaşdırılmış Asiya şəhəri. Birləşmiş Ərəb Əmirlikləri, tam ekoloji karbon neytral ağıllı şəhər. Barselona, mükəmməl kvadrat blok sistemi. Tokyo, dünyanın ən böyük metropolisi nəqliyyat şəbəkəsi. Müasir şəhərsalmanın əsas prinsipləri. Davamlılıq, ekoloji tarazlıq, yaşıl sahələr. Piyada dostu mühit. Avtomobilsiz zonalar, ictimai nəqliyyat, metro, tramvay, velosiped yolları, qarışıq istifadə, yaşayış, üstəgəl ticari, üstəgəl istirahət birlikdə, ağıllı şəhər, texnologiya ilə idarə etmə, ağıllı şəhər, gələcək şəhərlərin texnologiya əsaslanır, sensor sistemləri ilə trafik idarəsi, enerji qənaəti üçün ağıllı işıqlandırma, əqəmsal su və tullantı idarə etməsi, vətəndaşlar üçün mobil xidmətlər. Problemlər və həllər. Problemlər. Urbanizasiya, kəndlərdən şəhərə axın. Gecikonduz, sülümlər, qeyri-rəsmi məskanlar. Hava çirklənməsi, mənzil çaşmamazlığı. Həllər. Kompleks şəhərin planları, sosial mənzil proqramları, yaşayış infrastruktur.